Salam, hər vaxtınız xeyir. Mənim adım Əlidir. 64-cü dəfədir bu videonu çəkirəm. Uşaq yoruldum və ilk öncə onu demək istəyirəm ki, mən müəllim zad deyiləm və dərs demək də çox çətindir, dərs izah eləmək də çətindir. Ona görə də bu videonu bezdim də kəsməkdən, crop eləməkdən. Necə var elə danışacağam. Bəzi nöqsanlı cümlələrimə görə əvvəlcədən üzr istəyirəm. Daha doğru dildə, daha səmimi izah eləməyə çalışacağam. Dediyim kimi səhvlərimiz adı vecimizə də almayın. Çünki yəni elə də asan deyil video çəkmək. Adım Əlidir. 3 ildən çoxdur ki, trade sahəsində məşğulam. Öyrənirəm və trade edirəm. Yəni hələ də öyrənirəm. Yəni trade-i sən 3 aya, 1 aya öyrənib də gedib nəsə eləyə bilməzsən. Yəni o məqsədlə durub videoya baxan adamlar indidən videodan çıxa bilərlər. Bu birinci dərsdə daha basic konuları, daha sadə, daha öndə olan basit şeylər haqqında qısa məlumat verəcəm. Ümumiyyətlə detallı olaraq nədir, hardan girilir, məsəl üçün hal-hazırda baxdığımız qrafik nədir, bu hansı proqramdır, burada nə edirlər, burada nə yazılıb, niyə yazılıb, bu cür şeyləri vecimizə də almayın. Bir-bir bütün dərslərdə hər bir proqramın istifadə qaydası, nəyə lazımdır, hər şey detallı çəkəcəm hamısını. Sadəcə necə başlamaq lazımdırsa o cür başlayıram. Bu videoda traderlə, daha doğrusu trade ilə bağlı məlumatı olan insanlar da izləyə bilər. Yəni ola bilər ilk 3 dərs, 5 dərs sizin bildiyiniz məsələlər olsun, amma elə adamlar var ki, sıfır məlumatı var və mən bu videonu sıfırdan trade öyrənmək istəyən adamlar üçün həmçinin çəkirəm. Öz praktikamdan, öz təcrübələrimdən, öz yaşadığım şeylərin icmalını eləmək istəyirəm. Çünki mən bu illər ərzində müxtəlif, yəni dərsliklərə baxmışam, videolar olsun, kitablar olsun. Yəni çox əlləşmişəm, vuruşmuşam və o qədər səhv yönə getmişəm ki, o qədər lazımsız məlumatlar əldə eləmişəm ki, və bunları təcrübədən keçirdəndən sonra, itkilər yaşayandan sonra, yəni bu videonu çəkməyin qərarına gəlmişəm ki, niyə başqaları gedib bu boş-boş videolara baxıb pul itirməlidir. Psixologiyası olsun, giriş-çıxışlar olsun, analiz olsun, hamısını detallı şəkildə çəkəcəm, izah eləyəcəm. Dediyim kimi səhvlərimə fikir verməyin, çünki hər şeyi mükəmməl şəkildə ardıcıl danışmaq, yəni mümkünsə belə mən bacarmıram. Ona görə də belə çəkirəm. İlk növbədə trade-dən başlayım. Trade nə deməkdir? Trade ticarət deməkdir. Onlayn ticarət, yəni ki bu forex ticarətinin iki qolu var. Forex ticarəti var və kripto ticarəti var. Mən kripto ticarətindən məşğul deyiləm. Öz fikrimi edirəm ki, kripto ümumiyyətlə güvənim də yoxdur. Yəni boş bir şey kimi gəlir mənə. Çox mənasız bir şeydir. Kripto haqqında dərin məlumatım var, amma mənim dərslərim kripto haqqında olmayacaq. Və açığı məsləhət də görərdim ki, kripto bazarından uzaq durasınız, çünki o belirsiz bir şeydir. Süni şəkildə yaradılıb, haçansa da partlamaq ehtimalı da var. Misal üçün 3-4 gün bundan qabaq necə ki çöktürdülər. Yəni məsləhətim kriptoya yaxın durmamağınızdır, amma hər kəsin öz seçimi var, hər kəsin öz disiplini var, öz stopu var. Kim istəsə kripto ilə də məşğul ola bilər. Deməli, kripto qolu var və forex qolu var. Forex nə deməkdir? Forex, for exchange, yəni valyuta mübadiləsi kimi də saya bilərik, xarici valyuta mübadiləsi. Bu forexin tərkibində həmin dediyim xarici valyuta mübadilələrinin, yəni qarşı durması deyək. Misal üçün euro USD, euro ilə dollar arasında olan qiymət fərqində ticarət eləmək və yaxud da ki funt sterling ilə Yapon yeni, Kanada dolları ilə dollar arasında olan və s. kimi valyuta mübadilələri var. Ondan əlavə metal ticarəti var forexin daxilində, stok ticarəti var və indeks ticarəti var. Bunlar nə deməkdir? Yəni adam var ki, forex ticarəti ilə məşğuldur, euro USD, ancaq onun ticarət açdığı qrafik pair cütlüyü deməkdir. Euro USD işləyir. Adam var neftə ticarət edir, adam var qızılda ticarət edir. Yəni bunu siz öyrənəndən sonra özünüz seçim eləyəcəksiniz ki, mən nədə ticarət eləmək istəyirəm. Mən özüm qızılda ticarət edirəm, Nasdaqda da bəzən edirəm, amma daha çox qızıl qrafikini analiz elədiyim üçün bütün günü qızıl mənə daha yaxın gəlir. Qızılı əzbər tanıyıram ki, haçan nə edəcək. Yəni bu daha çox qrafiki izləməkdən formalaşan bir şeydir. Vaxt çatanda bunlar barədə də ətraflı danışacağam sizinlə. İndi qısaca özət keçim. Dediyim kimi, valyutalardır, metallara gümüş, qızıl və s. daxildir. İndeks nədir? Yox, stok nə deməkdir? Stok Amerika bazarında olan şirkətlərin, brendlərin, firmaların
ticarətidir sadəcə, səhmlərinin ticarəti. Stok səhm deməkdir, belə deyim. Yəni buna misal olaraq, yəni tanıdığımız firmalardır. Tesla'dır, nə bilim Adidas'dır, McDonald'sdır, Pepsi'dir, Microsoft'dur. Yəni bildiyiniz və yaxud bilmədiyiniz şirkətlərin səhmləri var ki, bunlar üstündə də ticarət edilir. Məsəl üçün Tesla'nı Trump çıxır, Tesla'nı tərifləyir, Tesla'nın qiyməti qalxır. Maşını demirəm, səhmin deyirəm. Səhmin qiyməti qalxır. Siz də almısınız deyək ki, bunu 200 dollardan. Bir dənə xəbər çıxdı, oldu Tesla'nın səhminin qiyməti 250 dollar. Bir səhm almışdınızsa, məsəl üçün 50 dollar kardasınız. Yəni səhm ticarəti var və indeks ticarəti var. İndeks nə deməkdir? İndeks həmin bu şirkətlərin toplanıb bir pair olmasıdır və həmin dərkən bütün şirkətlərin yox. Məsəl üçün orada bölünmüş var da, Dow Jones 30 var, Nasdaq var, US 100-dür. Yəni bu indekslərin tərkibində müəyyən daxilinə necə deyirlər, nə deyim ona, tərkibində olan həmin şirkətlərin opşi dəyərinin ticarəti. Yəni misal üçün Nasdaqda ticarət eləyəndə ortalama, misal üçün məsələn deyirəm də, tam dəqiq sayını bilmirəm, deyək 100 dənə şirkətin orta fiyatının gəldiyi qrafiklə sən ticarət eləyirsən. Nasdaqda misal üçün bir deyək, Nasdaqın içində var, Apple var deyək. Trump və yaxud da ki xəbərlərdə Apple-la bağlı nəsə bir pis xəbər çıxır ki, iPhone 17 Pro Max-lar zaydı, obratını geri çağırılır. O dəqiqə Apple-ın səhmləri düşəcək. Apple-ın səhmləri də düşəndə istər-istəməz Nasdaq-a da təsir, çünki Nasdaq-ın tərkibində olan bir şirkətlərdən biridir. Nəysə, çox detallı danışmayım, qısa-qısa danışmağa çalışacağam. İndekslər, metallar, valyuta və stoklar Forex daxilindədir. Kriptoda dediyim kimi, kripto məlumatı olmayanlar üçün də deyim, kripto ticarətinə də kriptovalyutalar aiddir. Misal üçün Bitcoin'dir, Ethereum'dur, Dogecoin'dir, nə bilim Solana'dır, XRP'dir. Bir çox tanınmış və tanınmamış coinlər. Kripto ticarəti müxtəlif platformalarda ticarət olunur. Bunun üçün broker və yaxud da ki MetaTrader 5 lazım deyil. MetaTrader 5 hal-hazırda ekranda gördüyünüz proqramdır. Bu bunun yəni kompüter versiyasıdır. Normalda siz telefon versiyasında ticarət eləyəcəksiniz və yaxud da ki istəyən kompüterdə eləyə bilər. Bu proqramla tanışlıq, telefondakı proqramla tanışlıq, Binance-la tanışlıq hamısını etap-etap ayrı-ayrı çəkəcəm. Hal-hazırda sadəcə üzdən məlumat verməyə çalışıram. Kripto ticarəti Binance platformasında icra olunur və yaxud da ki OKX-də də icra olunur. Bir çox yəni platformalar var. Ən tanınmışı, yəni bizim ölkədə tanınmışı Binance-dir. Binance da deyirlər, Binance da deyirlər. Necə istəyirsiniz deyə bilərsiniz, özünüz bilərsiniz. Mən misal üçün Binance deyirəm. Halbuki bilirəm Binance oxunur, amma Binance mənə daha rahatdır. Binance-da deməli kripto ticarəti edilir, amma Forex ticarəti çerez broker edilir. Bu nə deməkdir? İlk növbədə bundan başlayayım. Bir dəqiqə gözü istəyirəm. Forex ticarəti misal üçün bazara çıxış, biz deyək oturmuşuq evdə. Biz öz pulumuzu bazara necə soxaq? Misal üçün biz qızıl dollar cütlüyündə ticarət eləmək istəyirik. Necə pulumuzu qoyaq qızıla? Necə qızıl alaq biz? Hal-hazırda 4184-85 səviyyələrindədir qızıl. Mən buradan deyək ki, qızıl almaq istəyirəm. Necə ala bilərəm? Bunun üçün bazarla traderi arasında bir körpü olan şirkətlər var ki, bunlara brokerlər deyirlər. Yəni həmin broker sənin pulunu alır, sənin üçün bir hesab yaradır, həmin pulunu qoyur o hesaba və bazarla sənin aranda bir calaq rolunu oynayır. Və sözün əsl mənasında calaq. Çünki səninlə bazarı birləşdirəndə sənin əməliyyatlarından, sənin karından, sənin tradindən, ticarətindən öz komissiyasını alır oradan. İndi bunun daxilində nə komissiyalar var, nələr hesablanır, brokerin seçimidir və s. bunlar da ayrı video olacaq. Mən sadəcə dediyim kimi üzdən danışıram. Forex ticarəti üçün bizə lazımdır broker şirkəti ki, bizi bazara bağlasın. Kripto ticarəti üçün sadəcə platforma lazımdır. İstədiyiniz, yəni kripto platformasından istifadə edə bilərsiniz. Məsəl üçün dediyim kimi o Binance. Bundan əlavə fon şirkətləri var. Fon şirkəti nə deməkdir? Yəni sənin pulun zadın yoxdur, kapitalın güclü deyil, yəni 50 minin, 100 minin yoxdur, heç minin də yoxdur. Bəzi prop firmlər var ki, yəni ki fon şirkətləri var ki, sənin olmayan pulu çox az bir məbləğdə sənə bir imtahan kimi təklif edirlər ki, gəl bu şərtlər altında trade elə, biz sənə baxaq görək, sənin trade eləmək qabiliyyətin necədir, bizim şərtlərlə sən keçə bilirsən bu imtahanı, ondan sonra sənə müəyyən qədər məbləğ təklif edirik, gəlib bu ilə işlə.
Bu fonla bağlı da ətraflı video çəkəcəm. Şərtləri necədir? Hansı fon şirkətləri var? Necə qazanmaq olar? Ümumiyyətlə fon məsləhətlidir, məsləhətli deyil. Bunun da haqqında ayrı bir video olacaq. Ondan əlavə olaraq sonra nə danışa bilərəm? Dediyim kimi brokerdir. Binance dedim. Broker neyinir? Broker bazarla trader arasında icraçı və yaxud da ki calaq olduğu üçün biz bəs necə bazarda əməliyyat açırıq? Yəni bu MetaTrader vasitəsilə. MetaTrader adında bir proqram var. Bu mobil tətbiq etməsi də var, kompüterdə də var. Həmin ki broker tapmamışıq. Məsəl üçün nə bilim X bir brokeri, adı X qoyaq. Həmin o X brokeri sənin üçün hesab açır. Daha doğrusu sən o şirkətdə hesab açırsan. Hesab açandan sonra sənə MetaTrader 5 və yaxud 4 üçün giriş üçün parol, login verir. Götürürsən o parol, logini, girirsən öz proqramı var. Məsəl üçün bu proqrama və yaxud da ki telefonda. Bunların hamısını dediyim kimi detaylı izah eləyəcəm. Sadəcə indi üzdən danışıram. Girirsən MetaTrader-də həmin brokerin parolu, daha doğrusu akkauntuva girdin. Əgər pul yatırım eləmisənsə, MetaTrader də sənin broker və qoyduğun pulu öz telefonunda görə bilirsən və başlayırsan işlem açmağa. Məsəl üçün sənin 2000 dolların var. Buradan başlayırsan əməliyyatları açmağa və s. əməliyyat necə açılır falan filan, bunları sonra danışacağam. Yəni brokerin vəzifəsi budur. MetaTrader proqramına giriş üçün sənin üçün hesab açır. Hesab verir sənə ki, sən MetaTrader-də əməliyyatları açasan, o MetaTrader-də olan əməliyyatlar yönləndirilir brokerə. Broker də verir onu bazara. Sən əgər karda oldun, ziyanında oldun, həmçinin bazardan pulu ötürür sənə. Başa düşdün? Və yaxud da ki, mənki nədir? Mənfidə olsan da, yəni pul itirmiş olsan belə, sənin itirəcəyin məbləğ də həmçinin girir bazara. O bazara girəndə nə olur? Başqa bir adamın gedib cibinə girir. Yəni mən qızıla sel açıram, qızıl qalxır və mən stop oluram. Mənim burada itirdiyim 20 dollar, sən orada bay açmısan, sən 20 dollar qazansan, geri girir sənin cibinə. Bu cür izah edeyim. Ondan sonra isə 11. Deməli MetaTrader 5-də əməliyyat açımı üçün istifadə edirik. Analizlərinizi də apara bilərsiniz. Mən yəni aparıram bəzən, amma TradingView daha, yəni TradingView proqramı var bir dənə, yəni ki analizlərinizi eləmək üçün. Onu da göstərim sizə. Məsəl üçün bu TradingView-dur. tradingview.com belə yazılır. Burada xəttlər filan var. Bunlar sizi heç çaşdırmasın, heç yəni ciddiyə almayın. Bu ümumiyyətlə proqramın alətlər paneli olsun, buradakılar nədir, bunlar nədir, yəni ümumiyyətlə qrafikdə işləmək, trend xətti, dəstək, dirənc, bütün hər şey haqqında ətraflı dərslər çəkəcəm. Ayrıca TradingView proqramının istifadəsi haqqında da dərslik çəkəcəm. Ona görə baxmayın buradakı, oyda bu nə proqramdır, bu görəsən nə idi, burada nə etməliyik falan filan, bunları boş verin. Mən hal-hazırda birinci dərsdə özümlə və trade ilə tanışlıq üçün bu dərsi çəkdim. Ümid edirəm ki, aydın izah eləyə bilmişəm. Əgər danışıq tərzim öyrədilə biləcək tərzdədirsə, uyğundursa sizə, başa düşürsünüzsə, bundan sonra da videolar çəkməyə davam edəcəm. Dediyim kimi, hər şeyi etap-etap çəkəcəm. TradingView proqramı ilə bağlı ayrı, fonlarla bağlı ayrı, MetaTrader ayrı, Binance ayrı, qızıl qrafiki oxumaq ayrı, psixologiya ayrı, bütün hamısını detallı şəkildə çəkəcəm. Siqnal qruplarından tutmuş broker seçiminə kimi. Yəni ən uyğun broker hansıdır, siqnal qruplarından necə qurtulmaq olar və s. Heç nə belə. Ümid edirəm ki, maraqlı olub. Sağ olun. Getdim.